Aleykümler Allah. Allah rahmet eylesin. Hacı gel. Hacı gel. Hocam Allah Gel de Allah yerin cennet eylesin. keşke de burada hem yer. Kim olarak? Çıkın yukarı. Yapıştırdı demir. Oturun orada. Fatiha Allah. Allah ölenlerimize rahmet eylesin. Allah razı olsun. Allah rahmet eylesin. Allah canımızı sağ eylesin. Allah ölenlerimize rahmet eylesin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يا الرجاء فصبح بحمد ربك واستغفرك رب العزة عما يصفون. Aziz şehit ataları, hürmetli şehit anaları. Bugün Terlan balamızın anım günüdür. Onun ziyaretindeyiz. Onun bütün dünya bunların ziyaretinde. Ben bu saatte ziyaretten geldim. Gel Ovzulu kendinde anım günüydü. Güçlü anım günü geçti. Şerefet anım günü. Her şerefeti geçirler şu Allah. Aynı zamanda da bu günleri göylerken şehitler kıyamanındayım. Terlanın anım günündeyim. Anım günündeyik her birimiz. Allah her birinizden razı olsun. Allah Teala her birinize hoşbahtlık nasip eylesin. Her birinize teşekkür ederim hürmetli cemaat. Hürmetli Terlan balamız. Günleri senin anım günüdür. Anım günündür. Bu şehit ataları, bütün şehit anaları buradadır. Bütün göyler cemaati buradadır. İzdihamdır. Allah Teala bu halden bu cemaattan razı olsun. Halk, cemaat, hürmetli dergah kardeş. Halk cemaat büyük kuvveti. Allah Teala cemaattan razı olsun. Allah Teala cemaatimizi var eylesin. İşleri avan olsun. Hemişeki haşim yine delirem hürmetli cemaat. Eleyeceğim de. Bir de gelip susutular. Bütün şehitlerimizin hatıresini yad edek. Sonra tedbirimizi devam ettirek. Teşekkür ederim. Allah rahmet eylesin. Hürmetli kardeşler, böyle yadımda çekeyim sonra yadımdan da çıkar bu yakınlarda. Hamısı bu bağlarımız güzeldi. Hamısı telife layıktı Allah'a şükür teliflenir de. Şamağı Şehitler Xiyabanında Terlan hakkında bir iki nefer mənə bir söz dedi. Allah Teala onun yerini cennet eylesin. Siz hürmetli dergah kardeş, hürmetli bacım, siz başınız düz olmalıdır. Sizin başınız həmişə yükselerde olmalı. Nəinki sizin? De bak karşımda dayanın bak bu bağlarımızın, bak bu kardeşlerimizin hamımızın başı ucadır şükür Allah'a ki böyle evlatlar, böyle insanlar dünyaya getirmişsiniz. Halkın başını uca eğlen, insanın başını, dünyanın başını uca eğlen insanlardır bunlar. Allah Teala bunların yerini cennet eylesin. Hürmetli cemaat, siz bilirsiniz ki geçen de ben beleden bilirəm, dergah kardeş danışmanın arası yoktu. Bacım da danışmak istiyorsan bacı bir neçə kelime. Ha buyur bir neçə kelime. Dergah kardeş bir neçə kelime bu cemaate hoş gelmişsiniz de ne olmasın? Hoş geldiniz. Allah canlarını sağ eylesin. Çok sağ Allah olun. ölenlerin gani rahmet eylesin. Teşekkür ederim. Allah sabır. Allah çok sağ olun. Çok Allah sağ olun. razı olsun. Allah sizin her birinizden razı olsun. sağ Allah sizin her birinize şahitlik kısmet eylesin. Allah Teala sizi var eylesin. Hürmetli şehit atası. Galim müəllim buyur. Çok sağ olasın. Ben bütün tedbir iştirakçılarına salamlayıram. Gelen konakları, müəllimləri, müəllimələri buraya yığışan cemaatimizi Allah döne hamısından razı olsun. Bu 5 ildə hər vaxt yanımızdadılar. Allah Terlan kardeşimize de gani rəhmət eləsin. Allah onun məkanını cənnət, məqamını uca eləsin. İnşallah da ucadır, cənnətindədir. Amin. Yani Terlan kardeş o oğullardandır ki, həqiqətən yani on getməməseydi, o çöllü, özü gedib orada iştirak eləməseydi, mən belə gəlir ki, elə Terlanın mənə 7 yaş fərqi vardı. Yəqin ki, çoy da aparmayacaqlar. O özü bax, çöllü gedib, o müharibədə iştirak eləyib, o şəhidlik zirvəsinə uzalan oğullarımızdandır. Allah mekanın cennet eləsin, dərgah qardaş, həqiqət var, sizlərə səbir versin inşallah. Terlan kardeşimizin timsalında cəm şəhidlərimizə Allah rəhmət eləsin, məkanları cennet olsun, valideynlərinə səbir versin.
Allah ordumuzu qorusun, Amin. vətənimizi Amin, qorusun, amin. dövlətimizi, dövlətçiliyimizi qorusun. Hal-hazırda bu yəqin ki orada soyuqdur, bəlkə də qar var. Orada qulluqda olayan əskərlərimiz, zabitlərimiz var. Allah hamısının işini avan eləsin. Amin. Bu üç bayrağımız da həmişə ucalarda dalğalansın Amin. inşallah. Təşəkkür Allah edirəm. köməyiniz olsun. Çox sağ Allah olun. sizlərə səbir versin. Şəhid atası, Natiq müəllim buyur. Çox sağ ol, ağsaqqalım. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. İlk öncə Tərlana və Tərlanın timsalında bütün şəhidlərə salam olsun deyirəm, şəhid atası kimi. Və hamımıza məlumdur ki, vətən torpaqlarının indiyəcən zaman-zaman müharibələrdə biz həmişə şəhid də vermişik, torpaq itkisinə də səbəb olub. Özü Tərlan və cəmi şəhidlər, 44 günlük müharibənin şəhidləri bunlar dövlətimizə, millətimizə zəfər yaşatdılar. Ona görə də Allah onlardan dönə-dönə razı olsun. Allah onların məqamını uca, məkanların cənnət eləsin. Dərgah həmiyə, həqiqət bacıya səbir diləyirəm. Bizim dərd ortaqlarımızdır. Allah cəmi şəhidlərimizin yerini cənnət eləsin. Bizlərə də təbii ki, bu müharibə bizi ilə zəfər yaşatdılarsa da özü bizi ilə bala itkisi ilə üz-üzə qoydu. Bunu da damaq olmaz. Onu da ki, gündüz yenə adam hərlənir, fırlanır, özü gecələr yuxudan, yaddaşdan çıxmır. Bu gecələr sabahacan nətər bu gecəni diri açırıq qoyu Allah bilir. Allah məkanların uca eləsin, cəmi şəhidlərin. Bizlərə səbir versin, dövlətimiz, dövlətçiliyimiz var olsun. Ordumuzu güclü, qüdrətli qardaş dedim, basılmaz eləsin, ayıq-sayıq eləsin. Millətimiz ayıq olsun. Hərbi vətənpərvər ruhda böyüsün gənclərimiz. Çünki zaman-zaman bunlar bizi ilə qonşudurlar. Nə qədər nə saziş imzalansa da, sülh bərqərar olsa da, bunlardan ehtiyatlı davranmaq lazımdır. Elə bir millətdir ki. Ona görə də Allah hamımızdan razı olsun ki, bu günləri bu ailəni tək qoymadınız. Hamımıza minnətdaram. Çox sağ olun, təşəkkür Çox sağ ederim. olun, çox var olun ki, bizi ilə söz. Təşəkkür ederim. Vətənlə aslan. Buyurun bir neçə kəlmə. Allah hamımızdan razı olsun. Allah var eləsin. Allah ruhun şad eləsin. Məkanın cənnət eləsin. Cəmi şəhidlər. Amin. Çox sağ ol, təşəkkür edirəm. Şəhidlər, Bayram. Allah ruhlara şad eləsin. Buyur, şəhid atası. Allah hamımızdan razı olsun. Çox sağ olun ki, həmişə yanımızda olmuşsunuz. Dərgah həmmi, həqiqət bacı. Allah Teala sizə səbir versin. Bundan sonra qalan ömrünüz ağrısız, acısız keçsin. Amin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Xan baba. Şəhid atası. Buyur. Dərgahda Allah səbrinizi versin. Allah canınızı sağ eləsin. Allah ölənləri... Ağır dərddir. Bala itkisi ağır itkidir. Ağır etki. Özü biraz o ilə təsəlli tapırsan ki, eldən ötürü, cəmaatdan ötürü getdi. Bir adı onun, yəni onun adını heç nə dəyişə bilməz. Allah o dünyasını versin, məqamı uca olsun. Nə deyim valla. Təşəkkür edirəm. Çox sağ ol. İmran müəllim. Şəhid atası buyur. Mənlə bir yadam sənə bu günləri. Çox sağ olun. Hörmətli ziyarət iştirakçıları, hörmətli şəhid valideynləri, mənim başdacım olan şəhid anaları. Əllərinizdən öpürəm, qarşıda baş əyirəm. Allah canınızı sağ eləsin. Mən də bir şəhid atası olaraq çox ürək keçirdirəm və qürurlanıram. Allah Tərlan qardaşımızın, əmmimiz balasının timsalında bütün şəhidlərimizin məkanını cənnət eləsin. Hər biri bizim başdacımızdır, qürur yerimizdir. Bugün bizim iki qəhrəman şəhidimizin şəhadət günüdür. Ağsaqqal da elə biyaxdıydı, aşağıdan bura gəldik. Mən belə fikirləşəm ki, elə bu 44 günlük müharibə qəhrəmanlarının valideynlərin içində elə bizim ağsaqqalımız dərgahımdır, ağbirçəyimiz də həqiqət bacımdır. Həqiqət bacım, dərgah həmin. Sizin siymozda Allah bütün şəhid valideynlərə min dözüm versin. Allah qalan bağlarımızın məkanını cənnət eləsin. Mən bir balaca epizod deyəcəm. Mən Bakıda gedib gəlirəm. Bu cənnətlik Tərlan haqqında çox gözəl, yüksək səviyyədə sözlər eşidirəm və ürəyim param-param olur. Bu insan deməli Bakıda bir baza var, kargo deyilən yer var. Bu kişinin orada böyük bir nüfuz olub. Böyük bir hörmətə malik adam olub, inanın Allaha. Orada Gürcistanlı qardaşlar var. Hansı ki, mənim şəhid balamın dostlarının ən uşaqlarıdır. Onlar cənnət Tərlan haqqında danışanda, inanın Allaha, göylər cəmaatdır, bacım, əmim. Ürəyim parça-parça olur. Bu insan elə bir səviyyədə, yüksək səviyyədə kişi olub ki, orada şoförlər deyir ki, biz bu kişinin otağına girəndə, bizim üçün kofi, hər bir qurluğu, yəni şoför gözə görmürdü. O qədər bu kişidə yüksək insanlıq dərəcəsi olub ki,
Yəni nə deyim? Məkanın cənnət olsun. Amin. Qarşında baş əyirəm. Ruhunuz şad olsun. Allah Ali baş komandamıza can sağlığı versin. Amin. Allah canı sağ eləsin. Şəhid və veteran və qazilərimizə ömür versin. Allah icra hakimiyyətimizə, ağsaqqalımıza, rayon nümayəndələrinə. Amin. Allah sənin də ölənlərinə rəhmət Təşəkkür etsin. ederim. Çok sağ Əmi, olun. Allah sizə də səbir Çok sağ versin. olun. Allah qalan bağlarımıza bərəkətli ömür versin. Teşekkür Göylər ederim. cəmaatı var olun. Hörmətli Siz cəmaat. çox sağ olun ki, böyük xalqsınız. Var olun. Var olun. Çox sağ olun İmran müəllim. Hörmətli cəmaat, mən axşam hörmətli başçımızla bir yer edim, gələcəkdi bura. Sizə gələcək. O məndən xahiş elədi ki, sən oradasan, mənim təbrikimi, təşəkkürümü o atasına, anasına, umumi Göylər cəmaatına çatdır. Hörmətli başçımızın təşəkkürünü, təbrikini sizə çatdırdım. Hörmətli cəmaat. Şəhid atası Vasif. Allah'tan səbir diləyirəm sizə. Bütün şəhid valideynləri. Bizim elə 92-ci ildə 4 il çəkən müharibədə biz Azərbaycan xalqı olaraq məğlub bir dövlət olduq. Ancaq bizim bu şəhidlərimiz, bu gənclərimiz, ordumuz o 4 il yox, 44 gündə sübut elədilər ki, Azərbaycan xalqı nəyə qadirdir. Həmin 92-ci illərdə doğulan gənclər, 90-cı illərdə doğulan gənclər özləri sübut elədi, öz qanları ilə yazdılar azadlığı, torpaqlarımız azad olmaq üçün. Həmin torpaqları onlar öz qanları ilə suladılar və biz qalan valideynlər təkcə yox, bizim gələcək gənclərimiz də həmişə vətənpərvər olmalıdır. Vətənlərini necə sevməyi bu şəhidlər öyrətdi bizə. Gəncliyi yetişdirmək üçün müəllimlərə daha çox məsuliyyət düşür. Çünki onlar bu gələcək nəsli onlar yetişdirir. Allah'tan bütün şəhidlərimizə rəhmət. Çox sağ olun. Təşəkkür edirəm. Göylər Tərlan qardaşımız həm vətəndaşlığın, həm də insanlığın bir təcəssümüdür, bir ali mücəssəməsidir. Həqiqətən hər bir insana nəsib olunur ki və hər bir insanda o cəsarət, o vətən eşqi, vətən sevgisi o qədər güclü olmur ki, o öz rahatlığını, yüksək həyat şəraitini vətənə qurban versin. Və həqiqətən biz onun belə deyək ki, igidliyinin və şücaətinin qarşısında sözlərimiz belə acizdir və mən bütün şəhid ailələrinin qarşısında o cümlədən də Dərgah əminin və xalamızın çox sağ olun. Təşəkkür edirəm. Uşaqlar gəlsin. Uşaqlarımız gəlsin içəri. Məktəb direktoru. Sonradan sonra söz. Ürəyi yarımsı arzular ilə qovuşdun rəhmətə, ay şəhid balam. Qeyrətin, namusun, dinin naminə çatdın şəhadətə, ay şəhid balam. Vətən harayladı, vətən səslədi, səni tək qəhrəman oğul istədi. İndi Azərbaycan azad ölkədir, son qoydu nəsrətə, ay şəhid balam. O ana söyləyən dilinə qurban, silahı tutduğun əlinə qurban, qaşına, gözünə, telinə qurban, düşdün nə halətə, ay şəhid balam. Dözülməz ağrıdır bu övlad dağı, ömrünün ətirli bağçası bağı, evimin bəzəyi nurlu çırağı, dönübdü zülmətə, ay şəhid balam. Bu fani dünyadan köçmüsən bugün, əbədi cənnətə, ay şəhid balam. Sənsiz yaxşı deyil mənim əhvalım, ancaq ağlayıram, çox pisdir halım. Öpüm qucaqlayım, qoxunu alım, dön gəl tez müddətə, ay şəhid balam. Dön gəl tez müddətə, ay şəhid balam. Mehriban səsinlə gülən gözlərin sənin baş daşındır xatirələrdə. Tərlan, ucalığın, şəhidadın, ölüm yaddaşındır xatirələrdə. Əzəl qələminə mürəkkəb oldun, vətən torpağına tökülən qanın, daşında göyərən mamura döndün, müqəddəs ölümlə Azərbaycanın. Qohumun, qonşunun, dostun, tanışın, bütöv bir ölkənin and yeri şəhid, bir evin, bir elin, bir kəndin deyil, xalqın fəxarətli, kədəri şəhid. Bizim qəlbimizdə əzizdir hər an, göylərdən göylərə uzalan adın,
həmin ucalıqda dalğalanacaq üsrəngli kəfənin və tərlanadın. Ağır kədərimlə sənə son sözüm, qəbrin nurla dolsun, qardaş, rahat yat. Hər kəsin rastına çıxmır əzizim, müqəddəs ölümlə şərəfli həyat. Müqəddəs ölümlə şərəfli həyat. Çox sağ olun, təşəkkür edirəm. Siz çıxın. Siz murov boyda dağsınız. El yanında daimizi axsınız. Sizlər Şuşasınız, Qarabağsınız. Haqqınızı halal edin, şəhidlər. Bu dünyanın astarı nə, üzü nə? Yol getdiniz haqqa doğru düzünə. Canım qurban şəhid qazi sözünə. Haqqınızı halal edin, şəhidlər. Qarışdı torpağa hər damla qanın. Möhürbəndi oldunuz şeirin, dastanın. Qeyrət simvolusuz Azərbaycanın. Haqqınızı halal edin, şəhidlər. Aman Allah, o dələndi başıma. Satmaz yüküm bu qəm, satmaz gücüm bu qəm yüküm daşıma. Rəhm eyləyin bu qanlı göz yaşıma. Haqqınızı halal edin, şəhidlər. Haqqınızı halal edin, şəhidlər. Allah təşəkkür Çox sağ ol, buyur bala. Mavi səmalarda süzdü tərlanım, düşmən hiləsini sezdi tərlanım. Axırda dözmədi, bezdi tərlanım. Müqəddəs bildiyi ana torpağa, düşmən leşlərini düzdü tərlanım. Ey Azərbaycanın mərd oğulları, yordu bu 30 ildə dərd oğulları, haraya çağırdı yurd oğulları, çatdı harayına ana torpağın, düşmənin bağrını əzdi tərlanım. Yağı düşmən icidlərimi tanı, bu cür mərd oğullar harda var, hanı? Sən qurban eylədin o şirin canı, qorudu vətəni Azərbaycanı, əlini dünyadan üzdü tərlanım. Anan fəxr edərdi sənlə hər zaman, əcəl hücum çəkdi, hadladı zaman, fələk aldı, üstün vermədi aman, müqəddəs bildiyi ana torpağın, azadlıq fərmanın yazdı tərlanım, azadlıq fərmanın yazdı tərlanım. Çox sağ olun, təşəkkür edirəm. Çöl göylərsə orta məktəb gəlsin. Axı, bu işə baxan Şamaxı İcra Hakimiyyətinin Göbə Müdürünün mavini Haqil müəllim yanımdadır. Şamaxı Hərbi Komissarının mavini mənim yanımdadır, mənimlə bərabərdir, çox sağ olsunlar. Hörmətli Tərlan bala, bugün xalq sənin döşündədir. Bütün şəhid ataları, şəhid anaları sənin qarşındadır. Anon, aton sənin qarşındadır. Bütün Göylər cəmaatı sənin qarşındadır. Şamaxın Göylər kəndinin baş axundu olan, mənim sağımda deyən, həmişə mənim sağımda olan, yanımda olan hörmətli hacımız Hacı Elton yanımdadır. Hər birinizə təşəkkür edirəm və eyni zamanda sənin qarşında Şamaxı rayon ağsaqqalı və eyni zamanda 5 ildir bu xalqın ağsaqqalı olan Ağarza müəllim sənin qarşındadır. Allah səni cənnətində eləsin. Allah üçün hər birinizi xoşbəxt hörmətli mənim cəmaatım, xalqım. Buyur bala. Payız gəldi, yenə gözüm yaşlıdır. Neçə şəhid verib ağladım. Soruşmayın, niyə gözün yaşlıdır? Mən şəhidimə lay deyib ağladım. Qurban olum sizdə olan qeyrətə, öz canını qurban verən millətə. Sizə qıyam düşmən gəlsin lənətə. Göz yaşımı sildim ağladım. Sizin kimi vətən sevən görmədim. Göz qırpmadan candan keçən görmədim. Torpağına canım deyən görmədim. Bugün sizi vətən bilib ağladım. Neçə ocağı qalandı, min düşmən parçalandı. Vətənimin toy düyünü tarixə qanla yazıldı. Vətənimin əskəri var, dalğalanan bayrağı var. Ağlayan al qərənfili, gülən xarı bülbülü var. Qanla alındı bu torpaq, zəfərlə oyandı torpaq. Əskərimin alqanıyla azadlığa çıxdı torpaq. Təşəkkür edirəm. Vaxt olub. Bax, bu qarşıdakı bu qəhrəman da sizin kimi part arxasında oturub. Təşəkkür edirəm sizə. Çöl Göylər tam orta məktəbinin direktoru gəlsin. Hər vaxtınız xeyir olsun, hörmətli şəhid valideynləri, tədbir iştirakçıları, hamınızı salamlayıram. Şəhidlər haqqında nə qədər söz desən yenə azdır.
Torpaq su ilə qarşanda palçıq olur, qanla qarşanda vətən olur. Şanlı bayrağımızı Şuşada, Kəlbəzərdə dalğalandıran, Zəfər bayramını bizə bəxş edən, 30 illik torpaq həsrətinə son qoyan şəhidlərimizin xatirəsini həmişə uca tutmaq bizim və ümumiyyətlə bütövlükdə Azərbaycan xalqının borcudur. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Çox sağ olun müəllim. Mən sizin kənddən gəldim və eyni zamanda bizim məktəbin yanından keçdim. Absalovdan gəldim. Təşəkkür edirəm. Absalom müəllim buyurun. Hamınızı salamlayıram. Allah'ın salamı olsun hamınıza. Demək, Allah şəhidlərimizə rəhmət eləsin. Mən bir demək istəyirəm ki, bizim şəhidlərdən nə qədər danışsaq, illərlə danışsaq, bu bitən tükənən deyil. Ona görə ki, şəhidlər bizə bu günü bəxş ediblər. Mən belə bir Tərlan haqqında çox söz deyə bilərəm. Ona görə ki, Tərlanın lap uşaqlığından şəhid olan gününə qədər onun həyat bütün mənim gözümün önündədir. Günlərlə, aylarla danışmağa söz də var, vaxt da var, danışa bilərik. Allah Tərlana min rəhmət eləsin, bütün şəhidlərimizə min rəhmət eləsin. Mən belə bir söz demək istəyirəm. Deməli, bu müharibə belə bir şeydir ki, orada iştirak edənlər, yəqin ki, var, bizim aramızda da həmin insanlardan var. Müharibə çox çətin bir şeydir. Həmin o dövrü keçmək, o müharibədə iştirak eləmək doğrudan da çox çətindir. Göz önünə gətirmək belə ağla sığmayan bir haldır da. Demək istəyirəm ki, demək bizim bu kəndin lap müharibə vaxtında bizim əmlərimiz, babalarımız, dayılarımız həmin o müharibədə iştirak ediblər. Onlardan qaydanı da olub, o dövrdə həlak olanları da olub. Sonra 1-ci Qarabağ müharibəsi olub. Orada da həmçinin bir də ki, hamımıza məlumdur ki, 44 günlük vətən müharibəsi, vətən müharibəsində də ki, onların sayəsində torpaqlarımız işğaldan azad olunub. Allah hamısına rəhmət eləsin. Mən deməyim budur ki, mən indi kəndin içindən keçəndə bizim orada bir əbədi bir yerimiz var. O çoxdandan o inşa olunmuşdu. Bizim kəndə, yəni bir abidə idi də. Mən istərdim ki, bu mənim şəxsi fikrimdir, mənim bu subyektiv fikrimdir. Düzdür, mənim ora bir səlahiyyətim yoxdur, biraz sözdür deyirəm. Yaxşı olardı ki, rayon rəhbərliyinə, bunu sizin vasitəsilə, kəndimizin yəni rəhbərlərinin vasitəsilə elə bir fikri çatdırardı ki, həmin orada o təmir olunub qurtaran ərəfədə, orada həmin 1-ci müharibədə, Böyük Vətən müharibəsində, 1-ci Qarabağ, 2-ci, orada belə bir memoral bir lövhələri olsun. Həmin 1-ci, yəni 41-45-də bu kəndin həlak olanları, həm 2-ci Qarabağ, həm də ki bu 44 günlük müharibədə şəhid olanlarımızın böyük bir lövhə ilə əbədi bir xatirə kimi, əbədi bir xatirə kimi orada o lövhə asılsın orada. Hamımızın, yəni ki, birbaşa yəni ki, ziyarətgahımız olsun da. Çox sağ olun. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu tədbirdə iştirak edən qohumlar, qonşular, el ağsaqqalları, rayon rəhbərliyi hamısına öz təşəkkürümüzü Çox sağ olun. Biz də sizə təşəkkür Dərgah edirik. əminin adından, bibim qızı, həqiqətin adından hamımıza öz minnətdarlığımızı Çox sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Şəhid qardaşı İlham müəllim buyur. Çox sağ olun. Mən də tədbir iştirakçıların hamını salamlayıram. Allah Tərlan balamıza rəhmət eləsin. Bu gün onun anım günüdür. Məqamı uca olsun. Allah rəhmət eləsin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Amin. Valideynlərinə də Allahdan səbir Amin. diləyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Namık müəllim. Sözü sizə verirəm. Buyurun. Direktorumuz danıştı da. Buyurun, buyurun. Sənə də söz verir. Buyurun. Eləm danışdı direktor yaxşılanır. Sizə də yaxşılanır. Çox sağ olun. Razı olsun. Bütün gələn qonaqları salamlayıram. Şəhidlər haqqında çox söhbət demək olar. Əlbəttə ki, onlar o qısa müddət ərzində 44 gündə tarixlər boyu oxunacaq əsərlər yaradırlar. Nəyə görə öz qanları baxsın? Əlbəttə ki, biz ömür boyu onlara borcluyuq
və Allahdan rica eləyirəm ki, o şəhidlərimiz qanlarını bizə halal eləsin. Çox sağ olun. Allah hamısına rəhmət eləsin. Təşəkkür edirəm. Tərlanın dostu buradadır, Tofiq müəllim. Cəmaət, Allah hamımızdan razı olsun. Xoş gəlmisiniz, çox sağ olun, var olun ki, bu günləri həmişə bir yerdəsiz bizi ilə. Şəhidlər haqqında söz demək, düzdür, bizi üçün elə də şey deyil, şəhidlər özləri öz sözlərini deyiblər. İndi biraz vaxt məhdudiyyətindən Tərlanın öz səsi ilə yazılmış var idi, o vaxta görə şey eləyə bilmirəm. Bunlar yəni öz sözlərini deyib, əməlləri ilə də sübut eləyiblər ki, onlar söz var ki, deyir ki, vətən mənə oğul deyirsə nə dərdim? Mamur olub qayasında bitərdim. Bax, bu vətən oğullarıdır bunlar. Ömrü boyu biz həmən bu oğlanlara borçluyuq ki, bugünkü günləri bizi üçün yaşatdılar onlar. Allah cəmi şəhidləri hamısı, bax, Göylər kəndində olan bu şəhidlərin, əsasda ikinci Qarabağ müharibəsində olan şəhidlərin hamısı mənə yaxın adamlardır. Fərq yoxdur, hamısına Allah rəhmət eləsin, məqamları ucadan uca olsunlar. Çox sağ ol, Allah təşəkkür rəhmət edirəm. eləsin hamısı. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli qardaşlar, əziz bacılar, hörmətli şəhid ataları, mən dedim burada olan qonaqlarımızın qonağı deyil, heç kim qonağı deyil burada. Hamı bir qazanın içərisində olan bir məhsuldur. Ona görə də Samir müəllim də burada iştirak eləyir. Allah ona canını salamat eləsin, işini gücünün bu vaxtında. Əlbəttə biz işə gücə baxmamalıyıq. Biz şəhid üçün yügürməliyik, yügürürük də, yügürəcəyik də inşallah. Allah şəhidlərimizin valideynlərinin, atasının, anasının qalan bağlarını şad eləsin, salamat eləsin, gözlərinə çıraq eləsin. Ya Rabbim və Rəsulallah. 90-cı ilin şəhidinin evladı burada iştirak edir mənim yanımda. Seyran müəllim, buyur. Mən də öz növbəmdə bütün tədbir iştirakçılarını salamlayıram. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bütün şəhid valideynləri qarşısında baş əyirəm. Bildiyimiz kimi 8 noyabrda Zəfər paradı keçiriləcək möhtəşəm şəkildə. Bunlar bizim şəhidlərimiz, qazilərimiz hesabına olunur. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Çox sağ olun. Çox sağ olun. Göylər cəmaatı. Ona görə Göylər cəmaatlarına mən bugün Göylərdəyəm. Əziz şəhid ataları, hörmətli şəhid anaları, bu günləri gəldiniz. Tərlan balamızın anım gününü şərəfləndirdiniz, şərəfləndirdiniz və ona güc, qüvvə verdiniz onun atası, anasına. Bugün kişi buradadır, bacım da buradadır. Allah Teala onların qalan bağlarını salamat eləsin. Hörmətli dərgah qardaş, əziz bacımız, siz çox böyük bir insansınız, çox igid bir insansınız. Ona görə ki, bu cür igid insanları dünya gətirmişsiniz, dünyada da dünya qurdu bu balalarımız. Dünya içərisində dünya qurdu balalarımız. Bugün Azərbaycan xalqının bir qarış torpağı kənarda düşman ayağına, yağı düşmanın əlində deyil. Hamısı Azərbaycan xalqının özündədir. Bu nəyin hesabladır? Bu nəyə görədir? Hamısı bax, bu bağlarımıza görədir. Bağlarımızın qəhrəmanlığına görədir. Nəyə görədir? Hamısı Ali Başkomandan İlham Əliyev cənablarının sahasındadır. Prezidentimiz İlham Əliyev cənablarının sahasındadır. Allah Teala prezidentimizə canını salamat eləsin. Allah mehriban xanımı şinavan eləsin. Bu gün Şamaxı tikilir, qurulur, abadlaşır. Eyni zamanda Göylər, baxıram indi mən Göylərə 70 il bundan qabaq olmayan işlər bugün Göylər kəndində gedir. Hamısı bu cəmaatın, bu xalqın, elinin birliyidir. Allah Teala bu cəmaata birlik qismət eləsin. Şadlıq qismət eləsin, xoşbəxtlik qismət eləsin. Hörmətli Agil müəllim, bir neçə kəlmə buyur. Çox sağ ol Ağzı müəllim. Hörmətli tədbir iştirakçıları, əziz şəhid ailələri. Mən də hər birinizi Şamaxı rayon icra hakimiyyətinin başçısı, hörmətli Tahir müəllim adından, rayon icra hakimiyyətinin kollektiv adından salamlayıram. Allah Teala Tərlan qardaşımın timsalında cəm şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət, məqamları daha da yüksəklərdə olsun. Allah Teala qədir bilən xalqımızdan, elimizdən razı olsun ki, bu günləri gəlib burada toplaşıblar. Tərlan qardaşımızla bütün şəhid məzarlarını ziyarət edirlər. Allah hamımızdan razı olsun. Çox sağ olun. Təşəkkür edirəm hər birinizə. Hörmətli cəmaat, mənə məlumat verilir, başçı gəlir. Hörmətli Tərlan balamız gilə. Ona görə də mən yekunlaşdırmaq istəyirəm tədbirimizi. Allah Teala üçün hər birinizdən razı olsun. Danışmaq istəyən var mı çöldə, kənarda? Saqqal bir dəqiqə olar mı? Buyur. Bu mübarək gündə, cümə günündə Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Məkanları cənnət olsun. Mən bir şey nəzərimizə çatdırım ki, yəni bizimlə bir yerdə olub,
keçən illərdə anımda bizimlə bir yerdə olan, amma bu illərə artıq dünyada olmayan məkan cənnət olsun. Hacı Ağacan əmmimizə də Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Allah Taala o dünyasını versin. Allah Taala geridə qalanlarına xeyirli ömür günlər versin. O cümlədən Tərlan qardaşımıza da, onun timsalında bütün şəhidlərimizə rəhmət eləsin. Sağ olun. Çox sağ olun. Çox sağ ol, təşəkkür edirəm. Təşəkkür edirəm hər birinizə. Gəldiniz, ziyarət elədiniz, danışdıq, danışdırdıq, qulaq astınız və eyni zamanda bildiniz ki, Azərbaycan xalqının igidləri, Azərbaycan xalqının qəhrəmanları, Azərbaycan xalqının belə oğulları var. Allah Teala belə oğulları dünyaya gətirən anaları və eyni zamanda olan ataların həmişə xoşbaxt eləsin, ya Rəbbim Rəsulullah. Mənim duam bulardır. Mənim duam ancaq şəhidlərin atasının, anasınındır. Ki, onların qalan bağlarının Allah Teala xoşbaxt eləsin. Bu bağlarımız Allah Teala, mən derdim Allah Teala, mənim necə yiğitlərim varmış, mənim necə bağlarım, qoçaq insanlarım varmış ki, qısa bir müddətdə, az bir müddətdə, yağı düşmanla 44 gün ərzində bu boyda 30 illiyə işğal altında olan torpaqları alasan, qəhrəman adını alasan, Azərbaycan xalqının başını qaldırasan, Azərbaycan xalqını uzaldasan, elə-belə şey deyil, hörmətli cəmaat. Bunlar gözləməyib, arxada ata qaldı, ana qaldı, ailə, uşaq, nişanlı, oğul və heç bir gözləmlər. Bir məqsədlər olub, ileri getmək, qan tökmək, torpağı almaq. Bu məqsədlə də uzaldırır Allah Taala'nın şəhadətinə. Allah Taala bunların yerini cənnətdə eləsin. Allah Taala hər birinizi xoşbaxt eləsin. Hər birinizə xahiş edirəm, təşəkkür edirəm ki, buradan çıxandan sonra Dərgah kişinin önündə bir üstəm çay içməyi sizdən xahiş edirəm. Orada oturub bir üstəm çay içək. Sonra mən də orada olacağım. Rəhbərimiz də, hörmətli başçımız da gəlir ora. Hər birinizə Allah Taala şahdlıq qismət eləsin. Hörmətli Dərgah kişi, Dərgah qardaş, hörmətli bacım. Allah Taala sizi bu xalqın, bu cəmaatın, bu elin döşünə əsk eləməsin. Allah bu cəmaata xoşbaxt eləsin. Bax, bu göylər şəhid atalarını, şəhid analarına bax buradalar. Zəminə bazımız danışdı, Allah balarını saxlasın. Allah hər birinizdən razı olsun. Hörmətli cəmaat, hər birinizə təşəkkür edirəm, hər birinizə minnətdarlıq edirəm. Allah hamımızdan razı olsun. Çox sağ ol. Amin. Allah razı olsun. Allah rəhmət eləsin. Allah rəhmət eləsin.